Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, değerli insanlar, Allah'a teslim bendeler, hamınızı Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hoş gördük hamınızı. Bugünkü bizim Kur'an-ı Kerim söhbətimiz Kur'an'dan öğüt nəsihət, güneş, bildiğimiz göydeki güneş, onun ışığı, faydaları ile alakalı olacaktır bugünkü Kur'an dersimiz ve Kur'an'da güneş ile alakalı 34 ayet geçmektedir. Bu arada kanalıma abone olarak destek olabilirsiniz. Dikkatinize göre teşekkür ederim. İndi mevzuya geçmeden qabaq bir ön sözlə güneş sistemi ve onun yararlarının ve faydalarının ne olduğunu bir anlamaya çalışaq. Güneş istilik Azerbaycanca bir isim olarak bütün planetlere ışık ve istilik veren büyük bir göy cismi olarak tanımlanmaktadır. İslam dini nöqteyi nəzərdən güneşin dini anlamı, Allah'ın yaratıcılığının ve gücünün bir simvolü olarak kabul edilir. Bir ayet-i kerimede güneşin Allah'ın emriyle hareket ettiği ve onun kudretinin bir gösterisi olduğu ifade edilir Kur'an-ı Kerim'de. Güneş mənasına gelen şems, Ərəbcə şems, güneş demektir. Kelimesi Kur'an'da 33 defa geçmektedir. Dünyanın güneş etrafındaki dönüşüne esas olarak gün ve günler tayin olunur. Hem de dünyanın ay etrafında dönüşü olarak ay takvimi müeyyen olunur. Bunlar bizim yaşadığımız bugünkü 2026. ilin aylarının günleri 30 gün olur, ayın 31 gün olur. Fevralda ise 28-29 gün olarak bilmekteyiz. İslam takvimi ise ayın doğuşundan batışına kadar devam olunan günler hesaplanır. Bu da 28, 29, 30 gün olarak bilinir. Göydeki ayın çıkmasıyla onun dairevi hala gelip itmesi bu ay takvimidir. Kur'an'da geçen takvim ise ay takvimidir. Bizim işlettiğimiz takvim 2026. yıl dünyavi takvimdir. Bunu İsa peygamberin doğuşundan sonra, o vaxtdan sonra alınan takvim kimi de diyenler var. Kur'an'daki takvim dediğim gibi ayın çıkması ve batmasıyla olan takvimdir. Bu günlerde de 28, 29, 30 gün olur bu aylarda. Bazen oruç tutanda siz görmüşsünüz 29 oruç tutulur Ramazan ayında, bazen de 30 gün oruç tutulur. Ve Kur'an'da ilin ay takvimi ayın doğu batmasıyla bildirilmiştir. Bu hem de Ramazan ayının girmesi, Ramazan ayın doğmasından ölçülür ve Ramazan ayı boyunca bu ay batana kadar, ay bitene kadar oruç tutma, farz ibadet devam olunur. Ramazan ayında da Kur'an nazil olunmaya başlanıp bu vaxt 23 il devam olunub. Hem Peygamber Muhammed'e her il Ramazan ayında Kur'an nazil olunub. 23 ilde Kur'an-ı Kerim tamamlanıb. Bundan əvvəlki peyğəmbərlərə də, Kur'an'da adı geçen 25 peyğəmbərə də, adı geçmeyen peyğəmbərlər de var. Ama adı geçen bildiğimiz Kur'an-ı Kerim'de olan peyğəmbərlərə de her birisine Ramazan ayında Kur'an nazil olup, Kur'an'da her defa dediğim gibi özünden evvelki bütün kitapları təsdiqləyən kanunlar toplusudur ve bu Kur'an bütün insanlığa gelen kitaptır. Allah Kur'an'da geceni, gündüzü, güneşi ve ayı sizin emrinize verdiği ifadesini görürük. Bugün de okuyacağımız ayelerde biz bunu göresik. Ulduzlar da Allah'ın bu buyruğuna, emrine boyun eğmiştir. Şüphesiz bunda ağıllarını işleden insanlar için ayetler, deliller vardır. Gece ile gündüzü mükemmel bir sistem halinde düzene koyan ve güneş ile ayın sizin yararınız için koyduğu kanunlara boyun eğdiren odur. Bütün təbiət, yeryüzü, güneş, ay, ulduzlar Allah'ın koyduğu kanunlar, ölçüler esasında hareket etmektedirler. Allah aydınlığı çıkarandır.
hem de kıyamette dünya Allah'ın nuru ile aydınlanacaktır. Dünyada Allah aydınlığı çıkarandır deyilende dünyanı Allah Teala dünyada güneşi, ayı, ulduzları yaradıp bizim ihtiyarımıza, bizim faydamıza verip ve onlar Allah'ın nizamladığı, koyduğu nizama esasen hareket eləyirlər. Hem güneş, hem ay, hem de ulduzlar. Dünya güneş sisteminin, güneş aydınlığın ışığıyla dünya ışıklanır. Kıyamet kopanda ise her bir şey dağılacağına göre güneş de olmayacak. Dünya Allah'ın nuru ile aydınlanacaktır. O vakit güneş artık olmayacaktır. Kıyamette Allah'ın nuruyla dünya aydınlanacaktır. Geceyi de sakin dinlemek için eləyən uca Allah'tır. Güneş ve ayın hareketleri bir hesap ilədir. Bu bir Allah'ın koyduğu ölçüdür. Bunlar Allah'ın koyduğu ölçülerdir ve dünya, yer üzü, planet ve diğer planetler, güneş, ay, ulduzlar her birisi insanların yaşamı için nizamlanmış Allah'ın bir kudreti olduğunu görürük. Ve bu mülkün əsl sahibi de Allah'tır. Biz ise Allah'ın bu mülkünde yaşayırıq. Bəzən insanlar Allah'a təşəkkürlə boyun əyməyi, ona kul olmayı, yalnız onun yaradıcı olduğunu bilmeyi, hayatımızın da ölümümüzün de Allah için olduğunu bəzən biz unuduruq. Allah ise bize düşünüp anlamaya, seçimi doğru eləməyə ağıl ve ruh vererek bizi bir şəxsiyyət olarak yaratmıştır. Biz ise Allah'ın qüdrətini unutmuşuq. Çoxumuz özümüzün Müslüman olduğunu dilə getiririk, ancak Allah'ın bildirdiği şəkildə Müslümanıq mı? Gəlin imanı biz gözdən keçirək ve özümüzü sorğulayaq. Biz özümüze Müslüman adlandırırıq, özümüzün Müslüman olduğunu deyirik. Bəs Allah'ın dediği şəkildə Müslümanıq mı? Hem Müslümanlığı hem de imanı biz bir gözden keçirək. Bəzən insanlar müxtəlif bahanelerle özlerine bir yol aktarmaya çalışırlar. Bu mülkiyeti yaradanı bəzən insanlar anlamak istəmir. Hakkı görmek istəmir. Batilin dalınca kaçırlar. Haktan söz eləyən kimi, Kur'an'dan söz eləyən kimi Kur'anistir diyecekler. Anlayışlı insanlar var. Onları bilirəm. Kur'an'dan söz eləyəndə Kur'an'dan anlayışı olan, Kur'an dinin temel esaslarının birisi, Kur'an dinde hüküm verilen kitap, mənbə ancak Kur'an olduğu bilen insanlar var, ancak onu anlamak istemeyenler çoxdur. Kur'an'dan ayələr danışanda onu anlamak istemeyenler çoxdur, əsas olursun. Anlamak isteyenler var, istemeyenlerin sayı çoxdur. Bəs nəyə güvenip dayanaq? İnsan Kur'an'a güvenip dayanmasa neye güvenip dayanaq? Biz bu kitabdan sorğu-sual olmasıyıq. Peyğəmbəri İsra surəsində var. Allah Teala Peyğəmbəri Məscidül Həramdan, yaşadığı bölgədən Məscidül Əqsaya aparıb, o Məscidül Əqsa da bizim bildiğimiz göydəki məscid, 7 qatdaki məscid olduğunu ruhen Peyğəmbər ora gedib və Allah Teala ayətləri ona göstərib. Bundaki məqsəd nə olar? Peyğəmbərə o ayələri, dəlilləri, sübutları Allah Teala göstərir. Həmən ayələr də Qur'an-ı Kərimdədir. Allah'ın varlığı, birliği, bütün dünyanın her bir şeyin sahip olduğu, mülkün sahip olduğunu, her bir şeyi Peyğəmbərə bildirib. Meracın əsas gayesi ve məqsədi odur ki, Peyğəmbər bugün yoxdur. Əlimizdə yaşayan Rəsul var. O da Kur'an kitabıdır. Biz bu Kur'an'ı dinde əsas kitap olarak, dinin kaynağı, İslam'ın kaynağı
Kur'an'dır. Kur'an'dan biz hüküm çıkarmalıyıq ifadəsini işlədərək Meracı biz belə anlaya bilərik. Yoxsa Meracı Peyğəmbər göyə qalxıb da orada Peyğəmbərlər arasında davalar olub. O vaxt namaz o vaxt əmr olunub. Bu uydurmaların İslamda yeri yoxdur. Meracdan əvvəl də Adəm əleyhissalam da, İbrahim də, Musa da, İsa da hamı da bu 5 vaxt namazı qılırdı. Dəstəmaz da alıb bu 5 vaxt namazı qılmayan heç bir peyğəmbər olmayıb. Namaz Meraca gedəndə peyğəmbərə fərz olunan ibadət deyildir. Belə heç bir Qur'anda bu ilə əlaqəli heç bir ayə yoxdur. Deyəcəklər namaz orada əmr olunub, hansısa şirkə qarşı, əgər şirk eləsəniz onun böyük günah olduğunu demişdi, deyənləriniz olacaq. Ancaq Qur'an-ı Kərimdə özündən əvvəlki kitabları da təsdiqləyən kitabdır Qur'an. Bu Qur'anda da deyir ki, Adəm əleyhissalama da xitabən deyilən ayələrdə şirkə yol versəniz bütün ibadətləriniz yox olar. Allahla heç kəsi tay tutmayın, Allah təala deyir. Meracı biz belə anlayaq. Namaz hər bir müsəlmanın meracıdır. Səcdə anı da insanın Allaha ən yaxın olan vaxtdır. Namazı anlayıb, düşünüb, təfəkkürlə, tədəbbürlə biz qılsaq, meracın nə olduğunu anlayarıq. Peyğəmbər Allah Taala ruhən göyə qaldırıb ayələri göstərib ki, Peyğəmbər dünyadan getdikdən sonra biz dində qaynağı, əsası, vacib olan məsələləri yalnız Qur'andan götürək. Əsas budur məsələ. Ən vacib məsələ Meracdan bizim anlayacağımız, Meracdan dərs çıxaracağımız məsələ Qur'anı yaşayıb tətbiq eləməyimiz üçündür. Vəssalam. Bunun daha orada bazarlıqdır. O namazları 50-dən 30-a, 30-dan 20-yə, 20-dən 5-ə çıxarmaq belə uydurma anlayış eləsəniz, şirkə batarsınız və böyük günaha girərsiniz. Bu Allaha iş öyrətmək olur. Allah özü bilər hansı insana nə qədər namaz fərz olunmalıdır. 50-dən 30-a çıxartmağa peyğəmbərlərin fikrinə Allahın ehtiyacı yoxdur. Bu cahil təfəkkür və düşüncədir. Belə bir şey ola bilməz heç vaxt. Meracın əsası Qur'anı dində qaynaq kimi götürməyimizdir. Vəssalam. Allahdan başqa sahibimiz, dostumuz, şəfaətçimiz yoxdur. Günəş əvvəlcə bir istilik qaynağı olaraq yaşamı, həyatı, canlılığı və enerjiyi əhatə edir. Sonrasında bir işıq qaynağı olmasıyla aydınlanmayı təmsil edir. Günəş enerjisindən elektrik icad olunur. Günəş panelləri var, ondan elektrik icad edənlər də var. Allahın verdiyi, Allahın aydınlaşdırdığı günəş işığından insanlar elektrik icad edirlər. Bu Allahın qüdrəti və Allahın əzəmətidir. Və yer üzərində olan bütün bitki və ağaclar da günəşin işığının ehtiyacı vardır. İşığına ehtiyacı vardır. Əgər günəş işığı olmasa əkinlərimiz bitməz, ağaclar da bar verməz. Bu da uca yaradanın qoyduğu bir ölçüdür. Quran ayələrinə keçək. Əl-Ənam 74. Bir zaman İbrahim atası Azərə demişdir: "Sən bütləri ilah olaraq mı qəbul edirsən?" İbrahim öz atasına deyir: "Mən səni və sənin qövmünü açıq aydın azğınlıq içində görürəm." 75. Beləcə İbrahimə göylərin və yerin səltənətini, yönətimi göstərdik ki, yəqinliklə inananlardan olsun. 76. Gecənin qaranlığı üzərinə çöküncə bir göy cismi ulduzu gördü. "Bu mənim Rəbbimdir" dedi. O göy cismi itdikdə isə mən itənləri sevməm dedi. 77. Ay işıq saçaraq doğarkən gördüyündə bu mənim Rəbbimdir dedi. İtəndə və əgər Rəbbim doğruyu göstərməzsə, gerçəkdən də mən azmış topluluqlardan olardım dedi. 78.
doğan güneşi gördükdə bu mənim Rəbbimdir, bu daha böyükdür dedi. O batdıqda isə ey qövmüm, həqiqətən mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam. İbrahim öz atasına da, öz qövmünə də belə buyurur. Sizin şərik qoşduqlarınızdan mən uzağam. Mən bir və tək olan ilaha inanıram və yalnız ona qul oluram demişdir İbrahim Peyğəmbər. İbrahim Peyğəmbərin atası da bütpərəst idi. O da bilirdi əli ilə düzəldən büt ilah Allah olmadığını bilirdi Amin Azər də. Ancaq o Azərin özünün düzəltdiyi bir büt sayəndə, onun sayəndə Allaha inandığını söyləyərək, o büt sayəndə Allaha ibadət edən bir şəxs idi. O Allahı tanıyırdı, bilirdi hər bir şeyin sahibi, dünyanın, kainatın hər şeyin sahibi olduğunu, Azər Allah'ın olduğunu bilirdi. Ancaq araya o bütü koyurdu ki onun sayəndə Allah'a ibadət eləyək deyə. Çünki bu ateşpərəstlikdən, bütpərəstlikdən qalma bir şeylərdir. Bugünkü dövrdə də bunu eləyən insanlar yoxdurmu? Büt qoymurlar, ancaq Allah ilə arana o həmin rabitəçiləri, elçilər deyirəm mən, elçilər də qoya bilməzsiniz. Rabitəçiləri, ustaları, müridləri, usta vid verənləri və ya peyğəmbərləri Allah ilə arana qoysanız, peyğəmbəri bütləşdirmiş olarsınız. Allah ilə arada yer mi var ki ora kimisə siz əlavə eləyirsiniz? Allah Teala Quran-ı Kərimdə deyir ki biz sizə şah damarımızdan daha yaxınıq. Şah damardan da yaxın olan varlıq biz necə ola bilsin ki orada boşluq tapıb o boşluğu doldurmaya çalışırıq. Ey ağıl sahibləri. Bunun üçün ibadəti yalnız Allah'a, heç bir aracı araya qoşulmadan etsək, o zaman bu məqbul olar. Yoxsa ibadətdə aracıyı çağırsaq, o Azərin, İbrahimin, atasının bütlər sayəndə Allah'a ibadət etdikləri kimi günaha batmış olarsınız. Bunun üçün, əziz və dəyərli müsəlmanlar, ibadət məsələsinə gəldikdə isə biz yalnız Allaha ibadət eləyirik və yalnız ondan kömək diləyirik. Fatihədə də hər gün 5 dəfə oxuduğumuz, hər rəkətdə oxuduğumuz ayədir. Bunu biz anlayıb yaşasaq, biz aracılara yer qoymarıq. Çünki bilərik ki, rabitəçilər, aracılar, arada olan insanlara orada yer yoxdur onlara. Yer olmadığını biz o vaxt bilərik. Əgər Qur'anı oxumasaq, əfsuslar olsun ki, insan haqqı görməyəcək və haqqı görmədən bu dünyadan köçüb gedənlərdən olacaq. 79. Mən üzümü doğrudan doğruya göyləri və yeri yaradana çevirdim. Allah'a. İbrahim Peyğəmbər deyir. Mən müşriklərdən Allah'ı ikinci sıraya qoyanlardan deyiləm. Allah'ı ikinci sıraya qoyanlardan deyiləm ki, məna o arada qoyduğunuz aracılar. O aracıyı qoysanız Allah'ı ikinci sıraya qoyarsınız. Əgər aracı olmasa, birbaşa Allah'a ibadət eləsəniz, heç bir arada rabitəyə, müftiyyətə, hansısa insanlara, uzun saqqallı, ağ saqqallı, ölmüş, ayda ulduzda gördükləriniz, bəzi cahillər də bunu da deyənlər də var. Ayda hansısa mürid var, orada yaşayır, ayı zəbt eləyir, ayda yaşayır. Aya baxanda, o gördüyümüz ayda, onun üzü görülür orada, o həmin ölmüş insanın. Belə cəhalətdən söhbət eləyən, belə cahil söhbətlər eləyənlər də var. Bunu da dinə soxuşturmaya çalışırlar. Sonraki dövrün insanları istəyirlər ki, bundan bir hədis uydurub yazsınlar. Artıq bu məsələ o vəziyyətə gəlib ki, insanlar bunu bir hədis formasına gətirərək o hədis kimi də insanlara sıramaya çalışırlar. Allah elə arada harda o boşluq tapdınız ki, o uydurma insanları ora əlavə eləməyə çalışırsınız. Başqaları da Allaha tay tutanlardan deyiləm. Sabahı aydınladan yerini sökən, gecəyi istirahət zamanı edən, günəşi və ayı da bir hesaba görə düzənləyən, ölçüsünə qoyan, bunlar daima üstün və bütün qərarları doğru olan qoyduğu ölçülərdir.
Qərarları doğru olanın qoyduğu ölçülərdir. Əl-Əraf 54. Doğrudan da Rəbbiniz göyləri və yeri 6 gündə yaradan, sonra ərşə yönətimin başına keçən Allahdır. O gündüzü davamlı təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları da qoyduğu qanuna görə xidmətinizə vermiş olaraq yaratmışdır. Əslində yaratmaq da, qanun qoymaq da onun işidir. Bütün varlıqların sahibi olan Allah nə böyük bir bərəkət qaynağıdır. 55. Rəbbinizə acizanə yalvarıb içdən içə dua edin. Şübhəsiz ki, o həddi aşanları sevmir. İçdən içə. 55-ci ayədə Ərafda deyir ki, Rəbbinizə acizanə yalvarıb içdən içə dua edin. Allah Teala demədi ki, rabitə ilə dua edin, arada hansısa aracı qoyaraq və yaxud da araya hansısa peyğəmbər qoyaraq dua edin. Allah dedi mi? Demədi. Bəs Allahın demədiklərini biz niyə əlavələr eləyirik? Rəbbinizə acizanə yalvarıb, içdən, könüldən, ürəkdən yalvarıb, içdən içə dua edin. Şübhəsiz ki, o həddi aşanları sevmir. Allah ilə arana hansısa rabitəçiləri qoysaq, Allahla kimisə tay tutsanız, həddi aşarsınız, tağutluq eləmiş olursunuz və Allah həmin insanları sevmədiyini deyir. 56. Qanunların Allah tərəfindən verildiyindən sonra yer üzərində fəsad törətməyin. Bu Quran artıq gəlib. Bütün qanunlar Quran kitabında cəm olunmuşdur. Allaha qorxaraq və rəhmətinə nail olaraq dua edin. Qurani Kərimdə qorxaraq dua edin bir neçə yerdə işlənməkdədir. Quranda Allahdan qorxaraq dua edin ifadəsi bir-iki yerdə keçməkdədir. Bəzi tərcümə səhvlərində isə Allahdan qorxun ifadəsi çoxca işlədilmişdir. Məsələn, təqvalı ol, günahdan özünü qoru, Allaha boyun əy, Allaha dua et, yalnız ona təvəkkül et və s. kimi cümlələrin çoxu Allahdan qorxun kimi səhv tərcümə ediblər. Qurani Kərimdə 56-cı ayənin Ərafın Allaha qorxaraq və rəhmətinə nail olaraq dua edin. Bu ifadə var. Ancaq bayaq dediyim təqvadır, Allaha dua etməkdir, Allaha təvəkkül etməkdir, günahlardan özümüzü qorumaqdır, Allahdan çəkinərək özümüzü qorumaqın sözlərinin çoxu qorxu kimi tərcümə ediblər. Bu səhv tərcümələrdir. Yoxsa Allah Teala Qurani Kərimdə Allahdan qorxun ifadəsi niyə işlətsin? Qorxu ilə din olarmı? Sevgi ilə din olar. Bir-iki yerdə o cəmi cümlətən qorxu ifadəsi işlədilib ki, Allaha qorxaraq və rəhmətinə nail olaraq dua edin ifadəsindəki anlam, siz Allaha dua edərkən o duanıza biriləri əlavə eləməyin. İnsanları ora çağırmayın. Müftiyyəti, ölmüşləri, müridləri ora çağırmayın. Allah ilə aranıza heç kəsi götürməyin. Onlar sayəndə Allaha ibadət etməyin, Allah Teala deyir. Bəziləri var, 5 vaxt namaz Allah üçün qılır, sünnətləri Muhammed üçün qılır. Bu şirkdir. Harada gördünüz o Muhammed üçün sünnət namazlarını qılmalısınız deyə? Harada eşitdiniz Muhammed Peyğəmbərdən şəfaət diləməliyik deyə? Siz deyəcəksiniz Muhammed Peyğəmbəri övülməkdən narahat mı olursan? Mən övülməyinizdən narahat olmuram. Onu rahatsız etməyinizdən narahat oluram və Peyğəmbərin demədiyi şeyləri əlavə eləməyə çalışırsınız. Və Peyğəmbərə iftiralar atırsınız. Peyğəmbər əgər bugün gəlib görsə, bugünkü insanlarda din anlayışı, o necə hiss eləyər? Bəzi cahil insanlar var, hədis kimi tədqiq eləyirlər. Güya Peyğəmbər o bərbərxanaya gedəndə o saçını, saqqalını qırxanda sahabələr, bütün insanlar saçını, saqqalını saxlayırlarmış ki, o hər kəsə paylayırlarmış ki, güya paylayırlarmış ki, sonraki gündəki insanların əlinə çatıb. Bugün də onu öpüb başına qoyan ağlayanlar var. Bugün Peyğəmbər həmin o
saçma sapan işlər eləyən, cahiliyyəti din kimi təqdim eləmək istəyən insanlar var. O kapsulda peyğəmbərin saçını qoyub insanlara öpdülər. Peyğəmbər həmin etdiyiniz məsələnin üzərinə gəlsə nə deyər? Sizin fikrincə nə deyər? Ha, çox gözəl etmişdiniz, bu ibadətdir. Beləmi deyər? Yoxsa deyər siz dəli mi olmusunuz? Bu nədir etdiyiniz? Yoxsa sizi oradan dövüb oradan qovar mı? Hansını eləyər? Əlbəttə ki, o sizin etdiyiniz o cəhalətdən rahatsız olar. O cəhaləti məscidin içində etdiyinizə görə bəlkə də sizi oradan o qovar. Çünki məscidi bütləşdirirsiniz. Peyğəmbərin saqqılıdır deyə bizim bölgələrdə bu bir o qədər yoxdur, amma Türkiyədə çox məşhurdur bu məsələlər. Peyğəmbərin saçı, saqqalı, sarığı, əlbisəsi, qiyafətləri, paltarı, üst paltarı, iç paltarı, hər bir şeyi onun insanların güya saxlayıb ona öpüb onun başına qoyanlar, üzərinə sürənlər, xəstəliyi üzərinə sürüb uzaqlaşdırmağa çalışanlar, bu o qədər cəhalət bunun baş alıb gedib ki, Peyğəmbər bunu görsə sizi həmin etdiyiniz o uydurmalara görə o sizi həmən oradan qovar. O əsəbləşər etdiyiniz əməllərdən. Bu cəhalətdir. Bu Peyğəmbər sevgisi deyil. Peyğəmbərə iftira atmaqdır və bütpərəstliyin özüdür bu. Peyğəmbər özündən sonra yeganə bizim gedəcəyimiz mənbə, bizim gedəcəyimiz yol bu Qur'andır deyə bizə tövsiyə etmiş bir şəxsdir. O İslamın da, dinin də hər bir şeyi yaxşı araşdırıb bilən insandır. Çünki o bilgiləri Allah ona öyrədib və bütün peyğəmbərlərə Allah Taala bilgiləri öyrədib. Bizim bilmədiyimiz şeylər onlar bilirdilər. Çünki onları seçən Allahdır. Onları seçdiyinə görə onları da bilgiləndirən də Allahdır. Və Qur'an da onlara nazil olub. Bizim gedəcəyimiz yol da bu Qur'andır. Yoxsa hansısa ritualları, uydurmaları Peyğəmbərin adından uydurmağa çalışmayın. Həqiqətən Allahın ikramı yaxşılıq edənlərə yaxındır. Yunus 5. Günəşi işıqlı, ayı nurlu edən illərin sayını və hesabı biləsiniz deyə onu mənzillər, səhvələr müəyyən edən odur. Allah bütün bunları gerçək varlıqlar olaraq yaratmışdır. O ayətləri bilən adamlara belə izah edir. 6. Doğrudan da gecə ilə gündüzün bir-birini əvəz etməsində Allahın göylərdə və yerdə yaratdığı hər şeydə səhvlərdən qorunan bir topluluq üçün göstərgələr, ayətlər vardır. Mütəşabih bir ayədir. Yuxarıda bənzərini oxumuşdum. Ər-Ra'd 2. Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da ərşə ucalan yönətimin idarə etmənin başına keçən, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O işləri yoluna qoyar və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. Burada bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. Bu doğru olan tərcümə. Səhv tərcüməni eləyənlər Allahdan qorxun demə, Allahdan qorxun deyə tərcümə vermişdilər burada. Bunu mən düzəltmişim. Redaktirovat eləyirəm postoyanla Quran ayələri, tərcümələri. Çoxca tərcümədə belə səhvlərə yer verənlər var, tərcümə səhvləri var. Onları düzəltməliyik və doğru tərcümə edənlər var. Mehmet Okuyan, Abdülaziz Bayındır, Bayraktarlı, Muhammed Nurdoğan və s. belə Allahın rızası üçün, Allahın rızasını qazanmaq üçün doğruları insanlara çatdıran insanlar var. Və tövsiyə verə biləcəyim tərcüməçilər də bunlardır. Bunları əgər oxusanız yaxşı olar. İndi burada biz gördük ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. Allah Taala deyir. Ra'd 3. Və yenə Allah yeri döşəyən, yerin sahəsini artıran,
Orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də odur. Hər bir şeyi yaradan, yetişdirən, dağları da, dənizi də, suları da, yağışı da, qarı, hər bir şeyi yaradan, əmrimizə, bizim xidmətimizə verən Allahın qoyduğu nizama hərəkət eləyən təbiətdir. Və dünyada, Quran da təbiət qanunlara uyğun olaraq göndərilmişdir. Quran-Kərimdə insanların yaşayışı üçün hər bir şey təbiətlə uyğundur. Hər nə varsa təbiət qanunlarına uyğundur Quran-Kərimdə olan şey və bunun üçün də ayın, günəşin, ulduzların, hər bir şeyin göydə hərəkət etməsi, Allaha boyun əyməsi, Allahın müəyyən etdiyi vaxtda hərəkət etmələri bu Allahın gücü və qüdrətidir. O gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də bunda dərin düşünən adamlar üçün dəlillər vardır. İbrahim 33. Heç durmadan hərəkət edən günəşi və ayı sizin xidmətinizə vermişdir. Gecəni də, gündüzü də xidmətinizə vermişdir. Quran-ı Kərimdə gecə, gündüz, ay, günəş, ulduzlar ilə əlaqəli müxtəlif ayələr var. Mütəşabih ayələrdir. Bənzəri olduğuna görə bənzər ayələr də gəlir. Bənzərləri də bugün əlavə elədiyim mövzuda onlar gəlir. Quran möhkəmdir, sağlamdır, şübhə olmayandır. Mütəşabihi də onun bənzəridir. Bənzər ayələr. 34. O sizə istəyə biləcəyiniz hər şeyi vermişdir. Bu dünyada bizim istəyə biləcəyimiz nə varsa Allah Taala bu dünyada bizə vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, bunları sayıb qurtara bilməzsiniz. Həqiqətən insan çox zalım və nankördür. İnsan bir özünə baxsın. Özünün bir ət parçası və sümüklərdən ibarət olan bir canlı olduğunu görsün. Anatomiyaya baxsın, nə qədər sinir sistemi, nə qədər damar sistemi vücudumuzda olduğunu, ürəyin, böyrəyin, ağciyərin, qaraciyərin, mədənin nə funksiyalar olduğunu insan bir baxsa, beynin nə funksiyaların olduğunu, Allahın gücü və qüdrəti, Allahın yaradıcılığını insan o zaman anlayar. Əgər qaraciyər insanda olmasa, içdiyi sudan insan zəhərlənə bilər. Adi bir sudan zəhərlənə bilər. Qaraciyər o suyu insanın bədənində insana ziyan verməyəcək şəkildə o mədədən, funksiyadan keçirir və insana ziyan verəcək şeyləri ayırt eləyir. Ximzavoddur qaraciyər. Həm də digər orqanların, bütün orqanların funksiyaları. Barmaq ucları belə insanın heç birisinin birinə bənzəmir. Həm də üz sifətini. Sifətdən də insanlar oxşuyurlar bir-birinə, amma bənzəmirlər. Barmaq ucları da oxşuyur, amma bənzəmir. Allah Taala deyir ki, Quran-ı Kərimdə yaradılış ilə əlaqəli orada, yenidən yaradılış ilə əlaqəli bir ayə var. Öldükdən sonra yaratmaq bir nəfsi yaratmaq kimi olur. Bütün insanları öldürmək və yaratmaq bir nəfsi öldürüb yaratmaq qədər asandır Allah üçün. Və bizim öldükdən sonra barmaq uclarımızı belə bərpa eləyib olduğu hala gətirəcəyini Allah Taala deyir Quran-ı Kərimdə. Hər şeyi yaradan öldükdən sonra bizi yenidən yaratmaya da qadirdir. Ən-Nəhl 12. O gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Yenə mütəşabih bir ayədir. Yuxarıda həmən bənzərindən oxudum. Ulduzlar da onun qoyduğu qanuna görə xidmətinizə vermişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün ayələr, dəlillər vardır. 13. Yer üzərində sizin üçün yaratdığı müxtəlif lənglərdə yetişdirdiyi nə varsa onları da xidmətinizə vermişdir. Bütün təbiəti. Nə varsa, hər bir şeyi təbiətdə olan hər nə varsa
oksigendir, sudur, ağaclardır, bitkidir, tərəvəzdir, meyvədir, hər nə varsa xidmətinizə verib Allah Teala bizim. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. İnsan möcüzələr axtarır. Peyğəmbər əleyhissalamın möcüzəsi də Qur'andır. Çünki Peyğəmbərə qədər, Muhammedə qədər elçilərə möcüzələr verib də onların möcüzələri inkar etdiyinə görə Allah Teala deyir ki, son nəbiyə möcüzə verməyəcəm. Onun möcüzəsi Qur'an-ı Kərimdir. Peyğəmbərin möcüzəsi yoxdur və digər peyğəmbərlər İsa'nın, Musa'nın, Davudun bunların möcüzələri var. Əlin ağappaq olması, dənizi yarıb oradan çıxması və yaxud da İsa əleyhissalamın hansısa ölüləri canlandırması, bunlar Allahın onlara əmr etdiyi, Allah onlara verdiyi icazəsidir. Bir peyğəmbər Allahın icazəsi olmadan möcüzə göstərə bilməz. Möcüzə ancaq Allah icazə verdiyi halda göstərir. Və Muhammed Peyğəmbərə gəldiyi dövrdə Allah Teala gördülər ki, özündən ki əvvəlki bütün qövmdəki insanlar özünün peyğəmbərlərin göstərdiyi möcüzələrə inanmadılar. Onun üçün İsra surəsində deyir ki, peyğəmbərə möcüzə göstərilməyəcəkdir və onun möcüzəsi də Qur'an-ı Kərimdir. Və Qur'an-ı Kərimdə də insanın yaradılışından, təbiətdən, yaşayışından, canlılardan, bitkilərdən, heyvanlardan, hər bir şeydən, yaşayışdan, ölümdən və ölümdən sonraki həyatdan, hər bir şeydən Qur'an-ı Kərimdə bəhs edir. Bizim möcüzə olaraq görməyimiz, özümüzü görsək, Allahın bu dünyada nə qədər möcüzələr yaratdığını biz görərik. Dəniz altında olan canlıları, həm suda nəfəs alan, həm də quruda nəfəs alan canlıları biz görürük. Göydə uçan quşları, İnsanın özü bir möcüzədir. Biz ağıl işlədib düşünə bilirik, təfəkkür edə bilirik, anlaya bilirik, bir şeylər eləyə bilirik. Bayaq dediyim kimi bədən funksiyasının qida almaqla yaşayıb bu dünyada yaşaya bilər hala gətirməsi bu Allahın bir möcüzəsidir. İnsan qida ilə yemək və su içərək yaşayır. Və bu qidalarla insan həyatda qalır. Allahın müəyyən etdiyi günə qədər. Qidasız və susuz insan yaşaya bilməz. Bu funksiyalarla insanın yaşayışı bir möcüzə deyilmi? Bu Allahın bir möcüzəsidir hər birisi. Barmaq uclarının belə hər kəsin başqa olması möcüzə deyilmidir? Üzr istəyirəm. Əl-İsra 77. Səndən əvvəl göndərdiyimiz elçilərə tətbiq etdiyimiz, uyguladığımız, verdiyimiz sünnət, Allahın onlara verdiyi sünnəti, qanun, qayda budur. Qur'an özündən əvvəl rəsullara verilən bütün kitabları təsdiqləyən, əvvəlki nəbilərə verilən hökmlər və bu hökmlər də bu Qur'an hökmləridir. Bizim sünnətdə, qayda, qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsiniz. Allah Teala deyir. Allahın qoyduğu sünnətində, Allahın qoyduğu fərzində, dünya yaradılışından bu günə qədər heç bir dəyişiklik tapa bilməzsiniz. İsra 77-də Allah Teala belə buyurur. Qanunlar dünya yaradılışından bu günə qədər dəyişilməyib və axirətə qədər də bu qanunlar davam olunacaqdır. Allah bu qanunları insanlara təbiət qanunlarına uyğun olaraq göndərmişdir. Qur'an insanın təbiət qanunlarına uyğun olaraq göndərdiyini deyir. İnsanın yaşayışı da təbiət qanunlarının əsaslarıdır. Yeməsi, içməsi, hava alaraq nəfəs alaraq yaşaması, qidalanması, gözlə görməsi, hər bir şeyi təbiət qanunlara insanı Allah uyğun yaradır və Qur'anı da təbiət qanunlara uyğun olaraq göndərmişdir. Bu da Allahın böyük bir möcüzəsidir. Fərz də, sünnət də qoyan da Allahdır. Hər ikisi Allaha aiddir. Yoxsa deyəcəksiniz ki, Allahın fərzi ilə, Peyğəmbərin sünnəti ilə. Peyğəmbər nə vaxtdan bəri Allah sünnət qoyduğunu deyir, fərzi də sünnəti də Allahın olduğunu deyir. Nə vaxtdan bəri əlavə elədiniz sünnət qoyan Peyğəmbərdir deyə.
Peygamber Allah'ın icazeti olmadan mucize de gösterebilmez. Peygamber Allah'ın icazeti olmadan ayetleri bile insanlara danışabilmez. Hansı ayədəydi o? Bir dəstə danışmışdım. Peyğəmbərə istinad olunaraq deyilir ayədə, əgər Muhammed bu Quranda özündən bir şey əlavə eləsəydi, onu sağ əlindən tutardıq və şah damarını kəsərdik. Belə bir təhdid var Qurani-Kərimdə. Peyğəmbər özünə nə vəhiy olunubsa ona tabe olar, tətbiq eləyər, yaşayar və insanlara onu çatdırar. Və bütün peyğəmbərlər Allahın sözündən, Allahın ayələrindən onlar çıxa bilməzlər. Və onlar sünnət qoya bilməzlər. Fərz də, sünnət də Allahındır. Allah nə əmr edibsə onlar ona boyun əyərlər. Bütün peyğəmbərlər də özlərinə nə vəhiy olunubsa ona tabe olarlar. 78. Namazı günəşin təpə nöqtəsindən keçməsindən gecənin qaranlığının soyuğun başlamasına qədər düzgün və davamlı qıl. Bu vaxtda namazı qıl, Allah Teala deyir. Bəzən insanlar olur, deyirlər ki, Quranda namaz qılma deyə, namaz qıl deyə ayə yoxdur deyə. Buyurun, eşitdiniz onu. Quranda Allah Teala deyir, bu vaxtda namazı qıl. Bir də qərb üfüqü boyunca dağılmış işıqların bir araya toplandığı vaxt namazı qıl. Bu səhər vaxtı, günorta, günəş ən təpədə olan vaxt, günəş batan vaxt. Bu vaxtlarda Allah Teala namaz qılmamızı bizdən əmr edir. Qərb üfüqü boyunca dağılmış işıqların bir araya toplanması gözlə görünür, bu günəşin batdığı vaxtdır. 79. Ey Mühəmməd, gecənin bir vaxtı oyanıb sənə əlavə buyurulmuş təhəccüd namazı qıl. Muhammed Peyğəmbərə 5 vaxt namazdan əlavə olaraq sadəcə gecənin bir yarısında təhəccüd namazı fərz qılındı. Ola bilsin ki, buna görə Rəbbin səni tərifə layiq bir yerə göndərsin. Peyğəmbərin namaz qılaraq ayaqlarını şişən, ac ikən qarnına daş bağlayan belə cahil təfəkkürdə olan insanlar var. Onlara dediyim odur ki, Allah Teala Peyğəmbər Muhammed əleyhissalama bizim qıldığımız 5 vaxt namazdan əlavə olaraq gecə yarısında yatsı namazdan sonra durub səhər namazı ilə yatsı namazının arasında təhəccüd namazı qılmayı ona əlavə olaraq əmr olunmuşdur. Biz isə bunu Allahın sünnəti olaraq yerinə yetirə bilərik. Gözəl ibadət olar. Ancaq fərz deyildir. İstəyən qıla bilər, qılsa savabı çox olar. Qılmağı da tövsiyə edirəm. Taha 130. Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl hər şeyi gözəl etməsinə qarşılıq Rəbbinə ibadət et. Gecənin bəzi saatlarında və gündüzün 2 başında ona təriflər deyə ki, bəlkə razı qılasan. 131. İmtahan edelim deyə sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. Bəzən insanlar olur deyə bir digər insanın varlığına, onun var dövlətinə nəyisə gözünü dikmək istəyir və Allah Teala deyir gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. 132. Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Burada da namaz sözü keçir. Namaz qılmayı əmr et, özün də səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən bizik. Gözəl aqibət təqvaya bağlıdır. Biz də görürük ki, namaz qılmayı Meracda deyil də Allah Teala Adəm əleyhissalamın yaradılışından bu günə qədər namaz ibadəti fərzdir. Bu Meracda fərz olunan ibadət deyildir. Meraca getmədən qabaq da Peyğəmbər namaz qılırdı. Adəm əleyhissalam da, İsa Peyğəmbər də, Musa da, hər bir Peyğəmbər bu namazı, bizim qıldığımız namazı qılıblar. Allah deyir ki, hökmləri dəyişmirəm. Və hökmlərdə bir dəyişiklik görə bilməzsiniz. Dediyi halda biz necə ola bilər ki, deyərək ki, Meracda namaz fərz olub. Desək, Allaha iftira etmiş oluruq və Qurana zid şeylər danışmış oluruq. Əl-Ənbiya 31. Yer qabığının onları titrəməsin deyə orada möhkəm dağlar yaratdıq.
Onlar istədikləri yerə gedə bilsinlər deyə orada geniş yollar saldıq. 32. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. Allah Teala göyü mühafizə olunan bir tavan etdik. Göydən heç bir o göy cisimlərindən bu dünyaya düşən heç bir şey yoxdur. Göydə mühafizə olunan bir tavan olduğunu Allah Teala deyir. Oradan bura heç nə düşə bilməz. Bu Allahın gücü və qüdrətidir. Bir möcüzədir. Allahın bir möcüzəsidir. Digər planetlərdən bura heç bir şey düşə bilmir. 33 gecəni, gündüzü, günəşi və ayı da yaradan Allahdır. Onların hər biri öz orbitində üzür. 34. Səndən əvvəldən heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Hər bir canlı ölümə məhkumdur. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar. Heç kim bu dünyada həmişəlik deyildir. Hər kəs vaxtı çatanda bu dünyadan köçüb gedəcək. Ancaq onu öldükdən sonra onu qurtaran nə olacaq? Özünün etdiyi yaxşı əməllər. Vəssalam. Başqa bir şey ona fayda verməyəcək. Əgər yaxşı insan olubsa, Allaha ibadət eləyibsə, təqvayı birinci yerə qoyubsa, şirkdən uzaq olubsa, Allahın qanunları ilə hökm eləyibsə, qanun qayda mənbəyi Qur'anı qaynaq olaraq götürübsə, o dünyada ona nə qorxu var, nə üzüntü var. Əgər dediyim şeylərə zid hərəkət eləyibsə, artıq ona qurtuluş yoxdur. Ölümsüzlük deyə bir anlayış bu dünyada yoxdur. Sadəcə qiyamətdə dirilib hesab verdikdən sonra ölümsüzlük olacaqdır. Təqva sahibləri ölümsüz olaraq cənnətə girəcəklər. Qur'anı görməməzlikdə dirənənlər isə ölümsüz olaraq cəhənnəmə girəcəklər. Onlar orada nə yaşaya, nə də ölərlər. Can çəkişə qalarlar. 35. Hər canlı ölümü dadacaqdır. Sizi imtihan üçün xeyirlə də, çətinliklə də, şərlə də çətin bir sınaqdan keçiririk. Allah hər kəsə xeyir verər. Hər kəsə. İnsan istədiyi zaman isə Allah ona şəri pisi də verər. Allah insanlara pisi və şəri verməz. İnsan ancaq istədiyi zaman Allah insana şəri də pisi də verər. Yoxsa Allah hər bir insana xeyir və yaxşılığı verər. İnsan istədiyi anda verər Allah Teala ona pisliyi. Çünki insan istəyir. İnsan günah qazanan bir varlıqdır. Günah qazanmaya çaba göstərir. Nəfsinə sahib olanlar olmaq istəmir insan. Ancaq günah qazanmaq və yaxud da günah şeylərin dalınca gedir. Bunun üçün Allah Teala seçimi də, icazəyi də bizə verib. Doğru da yaşaya bilərik, yoldan da çıxa bilərik. Biz doğru yaşayanlardan olaq, yoldan çıxanlardan olmayaq. Əgər insan şəri, pisi istəməsə, Allah onu ona verməz. İnsan istədiyinə görə Allah Teala ona şəri və pisi verir. Əgər insan pisliyi istəməsə, Allah Teala ona pislik verməz. İnsan istəsə onu Allah Teala verər. Biz Allahdan doğrusunu və gözəlini, xeyirlisini istəyək. Sonunda huzurumuza çıxarılacaqsınız. Əl-Həcc 17. Qur'ana inananlar ilə Yahudilər, Sabilər və Xristianlar. Sabilər Allahın varlığı və birliyi inanan bir topluluqdur. Bunlar Yahudi və Xristianların orta tayfalarının insanları olduğunu da deyə bilərik. Yahudi və Xristianların arasında olan insanları da deyə bilərik. Allaha inanan insanları da deyə bilərik. Yahudi və Xristian din adı deyildir. Bu tayfaların adıdır. Onların dini də İslamdır, bizim dinimizdir. Onlar burası tayfa adı olduğu kimi Xristian və Yahudilər biz tanıyırıq, müsəlmanlar da. Ancaq onlara Xristian deyəndə Xristian dini və yaxud da Yahudilər deyəndə Yahudi dini demək doğru deyildir. O tayfaların adı dinləşdirirlər. Onlar da müsəlmanlardır. Onların dini, özlərinin dini təhrif olunduğuna görə bugün də İslam aləmi öz dini təhrif eləmirmi? Onlar Xristianlar İsa'nı ilahlaşdırıblar, Yahudilər Üzeyri ilahlaşdırıblar. Bugün də müsəlmanlar da Muhammed peyğəmbəri ilahlaşdırmırlarmı? Ondan mədət, imdad gözləmirlərmi? Gözləyirlər. Bu da heç belə etdiklərinə görə mən məhəttər qalmıram. Çünki Allah Teala Quranda deyir. Hər bir şey bəyan edir. O Qur'andan bilgi verilən insanların bəziləri də
haqqı qoyub batilin dalınca gedərlər. Nə qədərləri var belə eləyənlər? Mən danışıram, yalnız məqsədim, qayəm, istəyim yalnız Allahın ayələrini insanlara çatdırmaq və bəyan etməkdir. Özümə heç kəsi qəbul eləmirəm, çağırmıram da, demirəm ki, mənim dalımca gəlin. Mən demirəm mənim dalımca gəlin. Mən demirəm yenə mənim dediyimi eləyin. Mənim dediyimi araşdırın, nə dediyimi anlayın, ondan sonra özünüz bir qərar verin. Mən özümə heç kəsi dəvət eləmirəm və çağırmıram. Yalnız Allahın ayələrini danışıram. Məcusilər və bir də Allaha ortaq qoşanlar var ki, məcusilər Zərdüşt dininə inanan və ateşə iman gətirənlərdir məcusilər. Allah qiyamət məzardan qalxış günü onların arasını ayıracaqdır. Allah hər şeyə sahibdir. 18. Məgər göylərdə və yerdə olanları, günəşi, ayı, ulduzları, dağların, ağacların, heyvanların və insanların bir çoxunu Allaha səcdə etdiyini görmürsənmi? İnsanların bir çoxu da əzabı haqq edir ki, onlar da Allaha boyun əymirlər. Allahın dəyərsiz etdiyi kimsə dəyərli hala gətirəməz. Allah lazım olduğu şeyi edər. Nə lazımsa Allah onu edər. Ən-Nəml 24. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini şahid oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları Allahın yolundan əngəlləmiş və haqqın yolunu tapa bilmirdilər. 25. Bunu göylərdə və yerdə gizli olan hər şeyi ortaya çıxaran, onların gizlətdiklərini də üzə çıxartdıqlarını da bilən Allaha səcdə etməsinlər deyə etmişdir. Böyük ərşin Rəbbi olan Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Əl-Ənkəbut 59. Onlar səbir edən və Rəbbinə güvənib dayanan kimsələrdir. Neçə canlılar vardır ki, ruzisini öz yanında daşımaz. Onların da sizin də ruzisi Allah verir. O eşidəndir, biləndir. 61. Onlara göyləri və yeri yaradan, günəşi və ayı xidmətə verən kimdir deyə soruşsan, onlar mütləq Allah deyəcəklər. Elə isə yalana necə sürüklənirlər. Deyəcəklər, bu dünyanı yaradan, hər şeyin sahibi olan kimdir deyəndə Allah deyəcəklər. Bəs yalana niyə sürüklənirsiniz? Allahın ayələrini görməməzlikdən niyə dirənirsiniz? Haqqı bilmək yerinə haqqı niyə örtməyə çalışırsınız? Doğruları yaşayanlar var, onlara sözüm yox. Amma haqqı görmək istəməyənlər çoxdur. Loğman 28. Sizin yaratılmanız və təkrar diriltməniz sadəcə tək bir nəfsin yaratılması və diriltilməsi kimidir? Həqiqətən Allah eşidəndir, görəndir. Məgər Allahın gecəni gündüzə, gündüzdə gecəyə qatdığını, müəyyən olmuş vaxtadək hərəkət edən günəşi və ayı da xidmətə qoyduğunu görmədilərmi? Allah etdiklərini hər şeyin iç üzündən xəbərdardır. Yenə mütəşabih bir ayədir. 30. Bunun səbəbi budur. Allah gerçək ilahdır. Onunla aralarına qoyub yardıma çağırdıqların isə həqiqətdən uzaqdır. Həqiqətən Allah ən uca, ən böyükdür. Allah ilə arana heç kəsi qoymayın. Yasin surəsi həmən ölülərə oxuduğunuz surə. İnsan ölüm vaxtında bəzi insanlar ölüm anında Yasin'i oxuyurlar ki, bu rahat o dünyaya getsin. Yasin 37. Gecə də onlar üçün bir ayətdir. Ondan gündüzü ayırıb çıxaran kimi həmən qaranlığa, aydınlıq gecəyə girərlər. 38. Günəş də özü üçün müəyyən edilən yerdə axıb gedir. Bu qüdrətli bilən Allahın qoyduğu ölçüdür, hökmdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur, qırx. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbitində gedir. Və Yasin surəsinin özündə də deyir ki, bu Quran diri olanları xəbərdar etmək üçün göndərilən kitabdır. Siz isə bu günəş ilə əlaqəli dərsim olduğu üçün günəş ilə əlaqəli ayələri oradan götürdüm ki, siz də
ölü anında bu günəş ilə əlaqəli ayələri həmin ölüm anında olan insanlara oxuyursunuz. Nə günəş aya çata bilər, nə də gecə gündüzə çata bilər kimi ərəbcəsini ona oxuyursunuz, həm də ağlayaraq. Onların hər biri öz orbitində üzür. Belə istəsə ərəbcə oxu, istəsə Azərbaycanca, avarca, rusca fərqi yoxdur. Ona nə fərqi, nə faydası, nə olacaq oxuduğunuz deyə. Oxumağınızdan belə çıxır ki, mən demirəm oxumayın deyə. Əgər belə etsəniz, bu kitab yalnız ölülərə oxuyan, dindən qaynaq götürülməyən kitab halına gəlir. Onun üçün deyirəm ki, bu ölülər kitabı deyil, dirilər kitabıdır. Yoxsa belə etsəniz, bu belə də gedəcək. Belə olmasın. Doğruları, haqqı biz Qur'andan görək. Yoxsa ölülərə oxuduq, örtdün sən onu. Doğruyu hardan biləcəksən? Hardan biləcəksən qarşısındakı insan uydurmaları sənə danışmır? Hardan biləcəksən onun etdiyi də uydurmalardır, sizi də uydurmalara çağırır? Hardan biləcəksən? Mən özümə çağırmıram, özümə dəvət eləmirəm. Mənim məzhəbim, təriqətim, heç nəyim yoxdur. Yalnız müsəlmanam mən. Allahın adlandırdığı müsəlman adından başqa bir məzhəbdir, firqədir, qrupadır özümə götürmürəm. Mən yalnız Allaha, haqqa, doğruluğa, Allahın dediyi şəkildə yaşamayı insanlara sizə çatdırıram. Yoxsa mən istəmirəm ki, Qurani-Kərimdə Füssilətdə deyir ki, yenə təkrar edirəm. O insanları, o kitab verilən, kitabdan xəbər olan insanları görmədinmi? Onlar haqqı qoyub batilin dalınca gedirlər. Xeyirsizlərin dalınca gedirlər. Fayda olmayanların dalınca gedirlər. Biz onlardan olmayaq. Buna görə bu elmi Allah Taala bizə verib, həm mənə, həm sizə, hər kəsə bu elmlə faydalanıb insanlara fayda verək. Bu elmi görməməzlikdə gəlməyək. Fussilat 37. Gecə və gündüz, günəş və ay onun ayətlərindəndir. Əgər siz Allaha qulluq edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradana Allaha səcdə edin. Əgər təkəbbürlük göstərsəniz, bilsinlər ki, Rəbbinin qatında olanlar gecə gündüzü usanmadan ona boyun əyirlər. Bütün mələklər Allaha qeydsiz şərtsiz boyun əyirlər. Qiyamət 6. O qiyamət günü nə vaxt olacaqdır deyə soruşurlar. 7. Gözlərin fal daşı kimi açılacağı zaman, buradakı fal daşı bir məcaz olaraq işlətmişdir. Məqsəd insan həyəcanından gözləri adi haldan geniş olaraq açacaqdır. Fal daşı kimi belə böyük gözünü açacağını deyir həmin vaxt. Ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman qiyamət günü bütün canlıların və təbiətin həlak olacağı kimi göy cisimlərində məhvə məhkum qaldığını Qurandan görürük. Günəş, ay, ulduzlar parçalanacaq və hər bir şey həlak olacaqdır və sonra hökm günü olacaq və hesaba çəkiləcəklər. Hər kəs özünün etdiyi əməli ilə Allahın huzuruna gələcəkdir. O gün insan deyəcəkdir, hara qaçaq? Xeyr, o gün sığınacaq bir yer yoxdur. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. Bugünkü Qurani-Kərim mövzumuz günəş və günəş sisteminin onun hərəkətindən, istiliyindən, faydasından, yararından, yer üzərində olan bütün canlılara günəşin yararından, aydınlığından, İbrahim Peyğəmbərin də öz qövmünə dediyi ulduz, ay, günəş bunlar Rəbbim deyildir. Mən yalnız Allaha inanıram. Sizin qoşduğunuz şəriklərdən uzağam deməsindən, bunlar Allahın yaratdıqlarıdır deməsini biz Quran ayələrində gördük ki, biz bu dünyada günəşin aydınlığı kimi olaq, günəş aydınlığı kimi, günəşin işığı kimi olaq. Necə? O günəş ki, hər bir insanı isidir, həm müsəlmanı, həm qeyri-müsəlmanı, hər bir canlını, təbiəti, bitkiləri, hər bir şeyə yarar və faydası olur. Biz də insanlara günəş kimi yararlı və faydalı insanlar olaq. Günəş necə ki, hər bir insanı isitdiyi kimi, dinindən, irqindən asılı olmayaq, biz də insanlarla insan kimi olaq. Günəşin işığı kimi parlaq olaq, yaxşılıq eləyək, insanlara yaxşılıq eləyək. Dinindən və irqindən asılı olmayaraq insanlarla insan kimi davranaq, insan haqlarına girməyək, insanları incitməyək, xətaları olsa belə onlara gözəl şəkildə tənhada başa salaq, insanlar arasında kimisə rəzil etməyə çalışmayaq.
Günəşin ekvatordakı hərəkəti bizim olduğumuz yerdən fərqlidir. Hər halda bizim olduğumuz bölgədən Günəşin ekvator hərəkəti fərqlidir. Məsələn, ekvatordakı bəzi yerlərdə Günəş anidən batır, gecə istiliyi 0 dərəcə düşür. Afrikadakı səhralar və Konqa bölgəsində bunlar müşahidə olunur. Bundan başqa Rusiyanın Murmansk şəhərində aydın günlər və qaranlıq gecələr olur. Bu qaranlıq gecələr orada 174 gün davam olunur səhər açılmadan. Aydın günlər isə orada 62 gün davam olunur və bu günlərdə günəş işığı həm gecədə, həm də gündüzdə günəş eyni yerdə olaraq öz aydınlığı verir və belə bölgələrdə oruç tutma və açma niyyət yaxın bölgələrin saatları və vaxtları ilə ölçülür. Çünki günəş 62 gün batmır. Bunu da ancaq saatlarla müəyyən etmək olur. Qiyamətdə günəşin batdığı yerdən doğması və doğduğu yerdən çıxması da dində olunan uydurma bir əlavədir. Belə bir şey yoxdur. Bu əlavə olunan uydurma bir anlayışdır. Qiyamət əlamətləri yoxdur və qiyamətin qopması üçün bütün şərtlər artıq bitmişdir. Sonuncu nəbi gəlir və qiyamət də anidən heç kəsin xəbəri olmadan qopacaqdır. Qiyamətin qopması üçün bütün şərtlər mövcuddur. Son nəbi gəlib və Quran əlimizdədir. Allah Teala da deyir ki, peyğəmbərə deyiləndə deyir ki, peyğəmbər güya qiyamətin vaxtının nə vaxt olacağı onlar elə bil ki, bilirlər, eləcə də soruşurlar, ha vaxt olacaq bu qiyamət? Elə bil ki, onlar peyğəmbərin bunu bildiyini iddia edirlər. Peyğəmbər də deyir, bunun vaxtı qeybdir, yalnız Allah bilər. Mən gözləyirəm, siz də gözləyin. Biz də gözləyirik. Qiyamət anidən olacaqdır və heç kəsin heç nəyi bilmədiyi anda həm də qiyamətin bir insanın ölümü onun üçün qiyamət artıq başlamışdır demək olar. Artıq o özü üçün bir fayda verə bilməz, artıq o ölmüşdür. Həm bu dünyada olan bütün var dövləti də mirasçılara qalır. O artıq bədəni Allaha təslim, ruhu Allaha təslim edib və bədəni bu dünyada qoyub gedir. Bizim edəcəyimiz işlər Allah rızası üçün olmalıdır. Biz Allahın rızasını qazanmaya çalışaq, yaxşılığı eləyək, insanlarla insan kimi davranaq, insanları incitməyək, haqlarına girməyək. Əgər haqlarına girmisinizsə, onlardan o haqqı biz ödəməliyik. Haqlarına girənlərin, insanların haqqını ödəməliyik. Pulla ödəyək, mal ilə ödəyək, insanları özümüzdən məmnun qoyaq, razı qoyaq, insanları özümüzdən narazı eləməyək və işçiyə pulunu vaxtında verək. Hər bir şey insanlarla əlaqəli nə varsa ədalətli olaraq ədalətlə davranaq. Allah Teala bu dini doğru anlayanlardan və doğru yaşayanlardan eləsin. Həm bu dünyada, həm də ahirətdə bizə şəfaət eyləsin. Uca yaradan söhbəti dinlədiyinizə görə təşəkkür edirəm. Və aleykumussalam və rəhmətullahi və bərəkatuhu. Sağ olun, var olun, Allahın amanında qalın. Gələn görüşlərə dək.